Təşəkkür edirəm təbriklər üçün. Çətin oyun oldu, ağır oyun oldu. Belə deyək, derbi adına layiq oyun oldu. Azərkeşlərə təşəkkür edirəm. Hər iki komandanın azərkeşlərinə. Çox gözəl atmosfer var idi. Vacib olan əsas olan odur ki, tapşırıqları düzgün yerinə yetirib qələbə qazandıq. Vacib olan 3 xalı qazandıq. Önümüzdəki oyunlara baxacağıq, çalışacağıq bu oyunumuzu qoruyaq və daha da yaxşılaşdıraq. Düşünürəm ki, çətin olmadı. Artıq belə deyək, bu belə oyunlara, ağır oyunlara öyrəşməliyik. Çünki qarşıda bizi daha da ağır oyunlar gözləyir. Düşünmürəm çətin oldu. Əksinə belə bir atmosferin olduğunu bilirdik. Daha da bizə motivasiya verdi. Gücümüzü toparladıq. Yəni, hər şey əla idi. Deməzdim nəsə çatmırdı. Qarşımızdakı rəqib də Neftçidir. Onları da belə deyək, həfifə almayaq. Çox yaxşı təşkilatlanmış bir komandadılar. Oyunlarından da bunu sübut edirlər. Axır oyunlar çox belə deyək, yaxşı performans göstərirlər. Onlar da qələbə qazanmaq istəyirdilər. Onun üçün yaxşı mübarizə oldu. Əsas olan sonunda biz qalib gəldik. Qarşıda bizi çox çətin iki oyun gözləyir. Əlimizdən gələcək ki, xalqımızı sevindirək, yaxşı nəticələr qazanaq. Dediyim kimi, bu bizim işimizdir. Çalışırıq ki, var gücümüzü toplayaq. İşimizi sevə-sevə edirik. Bunun üçün peşman deyilik, narazı da deyilik. Nə qədər çox oyun olsaq, o qədər bizim üçün faydalıdır. Düşünürəm ki, bir problem olmayacaq.